Herkese salam. Bugün sizlerle 11. sınıfa 2027. il buraxılış imtahanından etibarən düşəcək xarici dil fənnində istifadə olunacaq 100 sözlük opinion paragraf mövzusuna baxırıq. Mən özüm də məktəb müəllimi olaraq Dövlət İmtahan Mərkəzi əməkdaşlarının təşkil etdiyi təlimdə iştirak etmişəm və bizlərlə paylaşılan PDF-dən məhz şəkilləri seçib bura yerləşdirmişəm ki, uğurlu paragraf nümunəsi özündə baş cümlə, dəstəkləyici cümlələr, hər iki arqumenti dəstəkləyən fikirlər, yəni həm belə deyək, lehinə, həm əleyhinə cümlələr və nəticə cümlə birləşdirir. Digər tərəfdə isə uğursuz paragrafın nümunəsi var. Mən də bir hazır paragraf yazmışam və onu sizlərə izah edə bölüşəcəm. Əvvəla onu qeyd edim ki, 100 sözlü paragraf yazmaq üçün bizim ən birinci mövzu barəsində özümüzün dünya görüşümüz, fikrimiz olmalıdır. Daha sonra isə təbii ki də xarici dildə tələb olunduğu üçün ingilis dilində söz bazamız olmalıdır və düzgün cümlə quruluşunu, düzgün modal sözləri, sıra ardıcıllıq bildirən sözləri və bağlayıcıları bilmək və onlardan yerli-yerində istifadə etmək lazımdır. Gəlin baxaq uğursuz paragraf nümunəsinə. Bir də abzasla bağlı da onu qeyd edim ki, burada bizə verilmiş 100 sözlük paragraf esse deyil. Bir paragrafdır, bir abzasla yazılmalıdır. Bir neçə abzasdan ibarət olmamalıdır. Uğursuz paragraf nümunəmizdə bizim mövzumuzun adı belədir ki, should school uniforms are required for students. Yəni, be required for students. Yəni, məktəbli forması məktəblilər, şagirdlər üçün tələb edilməlidirmi? Gəlin baxaq nümunəmizə. Deməli, uğursuz paragraf nümunəsində bizə yazıbdır ki, school uniforms are clothes. Yəni, məktəbli formaları paltardır. Biz cümləyə əlbəttə ki, belə başlaya bilmərik. Birincisi, mövzu ilə heç bir əlaqəsi yoxdur. Çünki bizdən birbaşa sualda öz fikrimizi və təbii ki də ona əks olan fikri ifadə etməyimizi istəyir. Yəni, burada məktəbli formasının biz paltar olmasından, bu onsuz da hamımızın bildiyi fikirdir. Daha doğrusu faktdır. Hamımızın bildiyi faktdır. Onun, belə deyək, formasından, xüsusiyyətlərini yazmamıza ehtiyac yoxdur. Opinion sözü məhz fikir deməkdir ki, biz burada fikrimizi ifadə edən paragraf yazırıq. Şəkildə gördüyümüzü təsvir etmirik. Məsələn, 9-cu sinifdəki kimi. Təsvir edici bir esse və yaxud paragraf yazmırıq. Nəqletmə xarakterli hekayə yazmırıq. Özümüzdən nə isə təsəvvür etmirik. Biz mövzuya fikrimizi birbaşa ifadə edirik. Many students wear uniforms in school. Çox tələbələr, şagirdlər məktəbdə forma geyinir. Və deyir ki, mən düşünürəm ki, formalar yaxşıdır. Yəni, sadəcə olaraq yaxşıdır. Amma mən burada səbəb nəyə görə yaxşıdır? Misal üçün, şagirdlər arasında bərabərliyi, o varlı kasıb da, o da dildə desək, belə təbəqə söhbətini, fərqini aradan qaldırır. Mən bunu qeyd etməmişəm. Sadəcə yazmışam, yaxşıdır. Sonra deyir, həmçinin bəzi şagirdlər xoşlanmır. Baxın, ən diqqət edilməli olan məqam budur ki, biz burada öz fikrimizi qeyd edirik. Düz yaza bilərik ki, digər tərəfdən, məsələn, mən də qeyd etmişəm, sizə göstərəcəm öz yazdığım paragrafı. Digər tərəfdən insanlar iddia edir ki, belədir və yaxud belə olmalıdır. Düzdür, amma biz bunu sadəcə xoşlar, xoşlanmır kimi yox. Dediyim kimi, yazırıqsa ki, yaxşıdır, nəyə görə izah etməliyik, daha aydın nümunələrlə yazmalıyıq. Bizdən tələb olunan budur. Və yaxud xoşlanmır, xoşlayır yerinə bir qism belə düşünür bu səbəbdən, digər qism belə iddia edir bu səbəbdən onu yazmalıyıq. Gəlin qısaca nəticəyə də baxaq ki, I agree and disagree. Mən razıyam və razı deyiləm. Schools are important for students. Ən dəxilsiz cümlədir. Yəni, məktəblər şagirdlər üçün vacibdir. Burada biz onsuz da məktəbdən yox, nədən danışırdıq? Məktəbli formasından. Gəlin baxaq uğurlu paragrafa. School uniforms should be required for all students because they create equality and help students focus on their studies. Birbaşa cümləyə fikirlə başladı və onun səbəbini dedi. Tələb olunmalıdır çünki bərabərlik yaradır və şagirdlərin dərsdə fokuslanmağına kömək edir. Siz burada mənim fikrimcə də yaza bilərsiniz. Daha sonra baxın, first sözü var. İlk olaraq, yəni birinci. Sonra misal üçün, for example, istifadə etməlisiniz bu arada. İkinci, bununla belə, bununla yanaşı, baxmayaraq və nəticədə siz bu sözlərdən də istifadə etməlisiniz. Bu niyə uğurlu paragrafdır? Çünki 2 lehinə cümlə, 2 əleyhinə cümlə, mürəkkəb cümlələr
aydın, düzgün suluqdur. Sadəcə yaxşıdır, pisdir, xoşlayıram, xoşlamıram deyil. Səthi deyil. Mənalı, aydın, açıq yazılmış, izah olunmuş cümlələr konkret giriş, əsas və nəticə hissəsi özündə əks olunub. Deməli, gəlin baxaq indi mənim yazdığım paragrafa. Burada mən deməli əl yazısı ilə qeyd etmişəm. Bir dəqiqə. Bəli, bu hissədədir. Və mən bu mövzunu seçmişəm. Are extracurricular activities important for students? Əlavə fakultativ, kurikulum məşğələləri, yəni dəstəkləmə fəaliyyətlər. Buna bir neçə ad deyə bilərik biz öz dilimizdə. Şagirdlər üçün vacibdir. Yəni sual verir bizə və mövzumuzun adı mütləq bir fikir bildirən esse, daha doğrusu paragraf olmalıdır. Paragraf olmalıdır, esse deyil. Sadəcə olaraq bəzən məsələn bu paragrafı yazmaq üçün belə nümunələr görürəm ki, məsələn Azərbaycan paytaxtı Bakı ya dünyanın ən gözəl, ən müasir şəhəri. Yəni belə mövzular bizə düşməyəcək. Başlanğıc üçün yaza bilərsiniz öz fikirlərinizi, amma bizə düşəcək sırf fikir bildirən bir mövzudur. Məsələn, səyahət insanların dünya görüşünü artırırmı? Belə bir gəlib mövzu, topik bizə düşə bilər. Və mən birbaşa öz fikrimdən başlamışam. In my opinion, yəni çünki mənim fikrimdir onsuz da bu. Mən bunu yaza da bilərəm, yazmaya da bilərəm. Yəni bunu yazmamalıyam deyə bir qayda yoxdur. Mən bundan başlaya bilərəm. In my opinion, extracurricular activities are necessary for students. Baxın, mən burada sinonimdən istifadə etmişəm. Deməli, sizə də göstərirəm indi üstündə qeyd edərək. Bir dənə qələmin rəngini dəyişim ki, seçmək rahat olsun. Əl yazısıyla yazdığım üçün yazım tam səliqəli deyil. Yəni bunu görməzdən gəlmək olar deyə düşünürəm. Important nədir? Vacib. Mən burada sinonimlə əvəz etmişəm. Necessary vacib. Yəni mənim fikrimcə dəstəkləmə fəaliyyətlər vacibdir şagirdlər üçün. Because they learn new and interesting things. Çünki onlar yeni və maraqlı şeylər öyrənirlər. Yəni dəstəkləmə fəaliyyətlərdə. Mən cümləmə öz fikrimi birbaşa ifadə edərək başladım. Bu necə uğursuz bir paragraf olardı? Yazardım ki, extracurricular activities are good for students. Sadəcə belə yazardım. Və yaxud da yaza bilərdim ki, extracurricular activities are activities they are used for example after the school. Məsələn, məktəbdən sonra istifadə olunan fəaliyyətlərdir. Yəni bunlar düzgün deyil. Birbaşa fikrimizi ifadə edirik, səbəbimizi yazırıq. Sonra keçirik digər səbəblərə. First, extracurricular activities improve students' logical skills and give them a lot of opportunities. Yəni birinci, ilkin olaraq əlavə dəstəkləmə fəaliyyətlər şagirdlərin məntiqi bacarıqlarını inkişaf etdirir və onlara çoxlu imkanlar verir. Mən artıq bir fikrimi yazdım. Second, yəni ikinci olaraq, deməli, mən burada artıq növünü qeyd edirəm. Yəni idman klubu, incəsənət klubu, musiqi klubu, debat klubu bu kimi dəstəkləmə fəaliyyətlər nəyə kömək edir? Help many students discover their interests and broaden their hobbies. Çoxlu şagirdlərin öz maraqlarını kəşf etməyinə kömək edir və onların hobbilərini, yəni sevimli məşğuliyyətlərini artırır. Məsələn, bir şagird dəstəkləmə musiqi belə deyək, fakultativ məşğələsinə qoşulursa, onun musiqi ilə bağlı hansısa bir istedadı üzə çıxa bilər və yaxud da marağı arta bilər. Həmçinin sosial həyatı inkişaf edir. Baxın, yazarkən belə, daha doğrusu izah edərkən belə, yazandan sonra ağlımıza daha çox fikir gəlir ki, məsələn, mən yaza bilərdim ki, qrup işini möhkəmləndirir, insanın öz inamını artırır, yeni hobbi yaranmağına kömək edir və s. Digər tərəfdən artıq ziddiyyətə keçirəm. Yəni əleyhinə. Some people argue that extracurricular activities are unimportant, yəni qeyri-vacibdir, önəmsizdir, boşunadır. Because they take too much of students' time. Çünki şagirdlərin həddən artıq çox vaxtını aparır. In addition, əlavə olaraq, yəni həm vaxt aparır, həm də extracurricular activities prevent, qarşısını alır, çəkindirir. Students from studying better and focusing on their lessons on a regular basis. Yəni qaydalı, müntəzəm şəkildə şagirdlərin dərslərə fokuslanmağının və daha yaxşı dərs oxumağının qarşısını alır. Gedir o məşğələyə, orada 200-300 saat vaxtı gedir. Düşünərkən çalışın ki, mövzunu Azərbaycan dilində dərk edəsiniz ki, ingilis dilində yazmağa da çoxlu ideyanız olsun. Mənim şəxsi fikrim müəllim olaraq budur ki, artıq təcrübəli bir müəllim və repetitor kimi şagirdlərin 100 söz deyəndə qorxmağının səbəbi Azərbaycan dilində belə fikirlərin olmamasıdır. Yoxsa ingilis dilində yazmaq inandırdım sizi, söz ehtiyatı və cümlə quruluşunu biləndən sonra rahatdır. İndi davam edirik digər artıq nəticə hissəsi ilə. To sum up, yəni xülasə, müxtəsər bir hala gətirirsək, yekunlaşdırsaq, despite some
Disadvantages. Yəni bəzi qeyri-üstünlüklərə baxmayaraq. Extracurricular activities, sport, art, music club, art və yaxud sport, daha doğrusu sport club, idman klubu, art club, incəsənət klubu və s. Və yaxud heç bunu yazmayın. Yəni mən sadəcə misal üçün qeyd etmişəm. Develop students both mentally and physically and lead to a healthier life and a better future. Yəni bəzi qeyri-üstünlüklərinə baxmayaraq ola bilər ki, vaxtımızı aparır, bizi dərsdən yayındırır, amma yenə də bizi zehni, fiziki cəhətdən inkişaf etdirir və həmçinin daha sağlam həyata, daha yaxşı gələcəyə yol açır, başçılıq edir. Nəticə hissəsində yeni bir fikir yazmıram, əvvəl qeyd etdiyim məntiqimi inkişaf etdirir, mən yeni şeylər öyrənirəm, sonra deməli mənim marağım ortaya çıxır, yeni hobbi kəşf edirəm. Buna əlavə olaraq yazıram ki, yəni məni inkişaf etdirir. Həm zehnimi, həm fiziki olaraq inkişaf etdirir. Həm də daha sağlam, daha yaxşı gələcəyə yol açır və yaxud yeni dostlar qazanmağıma, əhatəmin genişlənməyinə kömək edir. Yəni sizin fikirləriniz doğrudursa, cümləyə birbaşa öz fikrinizi ifadə edərək başlayırsınız, səbəbi göstərirsiniz. Ümumi cümlə yazmayın. Sonra birinci, ikinci mürəkkəb cümlələrlə fikirlərinizi yazın lehinizə, sonra onun əleyhinə yazın. Məsələn, mən belə qurmuşam da bağlayıcını. Digər tərəfdən bəzi insanlar iddia edir ki, bundan sonra zət yazıram bağlayıcı, cümlə yazmalıyam. Mən mübtədə xəbər yazmalıyam. Zətdən sonra o da yadınızda qalsın. 2 əks fikir yazıram. Birinci əks fikir, sonra in addition. Yəni əks fikirə əlavə olaraq. İkinci əks fikir, axırda to sum up ilə onu nəticəyə gətirirəm. Deməli, bu şəkildə indi aşağıda bir mövzu qeyd edəcəm. O haqda siz də öz 100 sözlük opinion paragraf nümunənizi yazıb məndən deməli geri dönüş əldə edə bilərsiniz. Növbəti videoda görüşənədək suallarınızı əlavə olaraq şərhə qeyd etməyi unutmayın. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.